Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Belə ki, 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Rəsmi statistika göstərir ki, banklardan borclananların sayı sürətlə artır. Həmin şəxslər borclarını ödəmədiyi təqdirdə hansı qanuni tədbirlər görülə bilər? Qlobal İnfoza danışan vəkil Turan Abdullazadə deyib ki, vətəndaş bankdan götürdüyü krediti ödəmədikdə bank və ya kredit təşkilatı müəyyən hüquqi tədbirlər görə bilər. Stat: borc uzun müddət ödənilməzsə, bank notarial qaydada və ya məhkəmədən kənar qaydada borçluya rəsmi bildiriş göndərir. Kredit müqaviləsində təminat, yəni zamin, girov və s. varsa, həmin şəxslərə də bildiriş göndərilə bilər. Bildirişdən sonra borcun ödənilməsindən yayınılarsa, bank məbləğin qaytarılması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra icra məmurları işə qoşulur. Borçlunun əmək haqqına, bank hesablarına və daşınar-daşınmaz əmlakına həbs qoyula, zamin varsa, öhdəlik ona da şamil edilə bilər. Əgər kredit girovla təmin olunubsa, məhkəmə və ya icra prosesi nəticəsində ipoteka qoyulmuş əmlak satıla bilər. Yalnız qəsdən dələduzluq hallarında, məsələn, saxta sənədlərlə kredit almaq kimi fəaliyyətlərə görə cinayət işinin başlanması mümkündür. Maliyyə çətinliyinə görə borcu ödəyə bilməmək cinayət məsuliyyəti yaratmır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.